Laminat, taxta yoxsa kafel? Sizcə hansının təmizliyi daha rahatdır? Biz evimizə laminatı seçəndə bir çoxları dedi ki, laminatın təmizliyi çətindir, ləkə qalır üstündə, onu almayın. Amma gözəl görüntüsünə görə təbii ki də laminat seçdik ki, ev daha gözəl görünsün. Daha təmiz, parıltılı olsun deyə əvvəllər böyük qablaşmalarda ətirləndirici, parıldadıcı alırdım. Yeni bir məhsul kəşf eləmişəm ki, artıq onları almağa ehtiyac yoxdur. Bir kapsul kifayətdir. Bir kapsul bərabərdir 1 vedrə su. İstifadəsi isə çox sadə. Sadəcə suya bir kapsul atırsınız və salam. Təravətli qoxu bütün evinizi bürüyür. Dops, döşəmə, kafel, parket, metlaq və digər səthlərin təmizliyi üçün nəzərdə tutulub. Mənim ən çox xoşuma gələn isə istifadəsinin çox sadə olmasıdır. Artıq digər məhsullarından ölçü götürməyə, tökməyə ehtiyac yoxdur. Məhsul Türkiyə istehsalıdır. Bazar mağazalarında və bir market tətbiqində əldə edə bilərsiniz. Evləri silib çıxmışdım bayıra. Evə gələndə inanın ki, o qoxu mənim məst elədi. Qoxusu çox uzun müddət qalır, özünüzdə istifadə edib sınayıb nəticəni mənə deyərsiniz. 2 fərqli qablaşdırılması var. Biri ərəb sabunudur, hamı ona arab sabunu deyir. Digərinin içərisində isə 5 fərqli rəng var. 5 fərqli rəng, yəni 5 fərqli qoxu. Qiyməti isə çox münasibdir, 15 ədədi cəmi 9.90-a. Həm eviniz parıldasın, həm də mis kimi qoxsun. Belə videoların davamı üçün takib atıb yorum yazmağı unutmayın.